Yer kürəsi sakinlərinin əksəriyyəti üçün kürə formasında olan başqa bir dünyada var. Topun, daha sonralarsa onun ən gözəl şəkildə istifadə olunduğu futbol oyununun ixtirası özü ilə bərabər bir mədəniyyət yaratdı. Azarkeşlik mədəniyyəti. Artıq 10 ildir bu mədəniyyəti daşıyan, paytaxt azarkeşlərinin sevdiyi, pərəstiş etdiyi bir klub var. Zirə. Azərbaycanın Xəzər dənizindəki ən ucqar quru ərazisi, vətənimizin xəritədəki əksi olan qartalın dimdiyi Zirə qəsəbəsi. Bu əksi daha bir yerdə də görə bilərik. Zirə Futbol Klubunun loqosunda. Qartal əzəmətini, Bakının şöhrətini, Xəzərin məhəbbətini hər çıxışında göstərməyə çalışan Zirə Futbol Klubu hazırda Premyer Liqada paytaxtı təmsil edən 4 komandadan biri, Bakı kəndlilərini təmsil edənsə yeganə komandadır. Məlumdur ki, uğurun yolu bir deyil. Kimin üçünsə o yol çox qısa, kimin üçünsə uzun ola bilər. Amma istənilən halda bu yolda sərf edilən enerji birdir, zəhmət. Zəhmətlə uğur düz mütənasibdir. Zirə klubu yaranan il 2014-2015-ci illər mövsümündə ondan uğur gözləyən bəlkə də çox az adam olardı. Amma klub əksini sübut etdi. Fəaliyyətinin ilk ilində Azərbaycan 1-ci divizionunda 5-ci yeri tutmasına baxmayaraq, digər mübarizə aparan klublardan fərqli olaraq işlərin yüksək peşəkarlıq səviyyəsində qurulmasına və AFFA-nın lisenziyalaşdırma qaydalarına daha düzgün əməl etdiyinə görə Zirə Azərbaycan Premyer Liqasına vəsiqə qazana bildi. Uşaq futbolundan başlamaq fikrindəydik və 2014-cü ildə peşəkar futbol klubu yaratdıq. AFFA-ya müraciət edərək bizə qeydiyyata aldılar və elə həmin il biz 1-ci liqada mübarizəyə başladıq. Orxan müəllim bizə tapşırdı ki, yaxşı sağlam komanda eləyin, yəni uzun müddətli olacaq. Əsas odur ki, sağlam, məntiqli bir döyüşkən bir komanda olsun və nəticələr inşallah yavaş-yavaş gələcək. Hər kəs öz əlindən gələn elədilər. Yəni çətin idi, amma biz bu işin öhdəsindən gəldik və xüsusilə mənlə işləyən, o vaxt mənim köməkçim olub Azər Cabbarov və Tovuzdan qapıçılarla işlənməsi Əldəniz Hüseynov oldu. Şükürlər olsun ki, biz bu işin öhdəsindən bir yerdə gəldik. Elverişli imkan yaratdı.
Növbəti mövsüm Zirə qazandığı uğurun təsadüfi olmadığını sübut etmək üçün yaşıl meydanlara çıxmalı idi. Premyer Liqadakı ilk mövsüm klub üçün gərgin olduğu qədər həm də o qədər həyəcanlı idi ki, yeni klubdan gözlənilən uğur əzimkar heyət və azarkeşlərin mükəmməl dəstəyi ilə qazanılırdı. Bu mövsüm klub debutant olmasına baxmayaraq Azərbaycan ikincisi adını qazanmağı bacarır. Hücum geldi. Kapıda açtı ödüller. Top tehlikeli vaziyette gol! Moniya süratli imkan verecek. Moniya ilerliyor. Moniya'nın zerbe kapısında geçir ve 2-1. 2-1. Zirə hesablarına geçiyor bakın tamaşaçılar. Lakin ölkə ikincisi olmuş Zirə çempionat qaliblərinin gözlədiyi əsas nəticədən UEFA-nın Avropa turnirlərində iştirak hüququndan yararlana bilmir. Buna UEFA-nın yeni yaranmış klublarla bağlı məhdudiyyəti mane olur. Zirə meydana gələndən ilk gündən davamlı olaraq iddialı oldu. Bu iddialığı bugünkü gündə davam edir. Kəpəzlə oynuyorduk Zirədə. Həmin oyunda inandığım sizə bizə bir xal lazım idi. O bir xalı qazanmaq üçün biz bütün komanda ilə birində hücum edirdik ki, ən azından o oyunda ilk qolu biz vuraq və o ilk qoldan sonra da komanda elə bir şey özünə inanıb qazanıb daha da yaxşı çıxış eləsin. Belə adətən belə oyunlarda davamlı olaraq bizə hücum edən komanda məğlub olan komandadır. Amma burada əksinə idi. Yəni hücum edən komandalar udan komandalar. Yəni davamlı olaraq sıxırdılar, davamlı olaraq istəyirlər ki, xal qazansınlar. Danko'nun zərbesi, zərbə! Daha bir zərbə və gol! Zirənin vurduğu o son qol, yəni oradakı o atmosfer, oradakı o olay həqiqətən də elə bir şey o qıraqdan o çəkilən setkalar elə bir dağılırdı. Hər kəs meydançaya girmək istəyirdi, hər kəs o qolun qeyd eləmək istəyirdi. Klubun Avropa Liqasında çıxış edəcəyi tarix elə də uzaqda deyilmiş. Elə növbəti mövsüm 2016-2017-ci illərdə Premyer Liqada 4-cü olan Zirə Avropa Liqasına vəsiyə qazana bilir. Debütlərdə uğur qazanmağı yaxşı bacaran klub burada da özünü göstərə bilir. Belə ki, Lüksemburqun Differdanş komandası ilə görüş həm Bakıda, həm də səfərdə Zirənin qələbəsi ilə bitir. Rəhbərlik qarşımıza Avroliqa vəsiqə qazanmaq qoymuşdu və vaxtımız da az idi və şükürlər olsun o qısa vaxtda biz Avroliqaya vəsiqə qazandıq. Bu da klubun tarixində ilk oldu. Hər kəs püşkatmanı gözləyirdi. Zirə komandası kimlə qarşılaşacaq və biz Lüksemburq komandası ilə ilk oyunumuz oldu və ilk dəfə evdə onda Dalğa Arenada keçirildi və qalib gəldi 2-0. Uğurla kəsdi və ilk dəfə kombinasiyalı oyunu qızarlıq. Zərbə vurmalı. Zirə Savaçı! İnşallah mərkəz oyunu şansı geliyor. Nazı Süleyman Götürmən Nazı Saca doğru verildi. Nazı qarşısında bir futbolcusu var. Bir gözlənib Nazı necə gedəcək? Sonra Götürmən Belfort! Hesab 2-0 Birinci mərhələni uğurla adlayan Zirə təəssüf ki, Rumıniyanın təmsilçisi ilə görüşdə bu müvəffəqiyyəti təkrarlaya bilmir. Amma artıq beynəlxalq oyunların nə demək olduğunu bilən, bu mübarizənin dadını duymuş klub haqlı olaraq böyük iddialar haqqında düşünür və bu istiqamətdə planlar qurur. Məşqçi işlədiyim dönəmdə də Orxan müəllim həm lazım olanda rəhbər kimi, lazım olanda dost kimi həmişə korrektirovkalarını eləyib, məsləhətlərini, tövsiyələrini verib. Heç bir zamandakı aramızda hər hansısa bir ciddi sıxıntı mənlə və ya futbolçularla heç vaxt. Hər zaman çox müdrik davranıb və çox zamanda biz onu çətin günlərdə görmüşük.
problemlər zamanı görmüşük ki, həmişə gəlib dəstək olub, yaxında olub, yanımızda olub. İstənilən idman növündə inkişafın əsas göstəricisi məktəbin mövcudluğu, yetişməkdə olan yeni nəslin marağı ilə ölçülür. Zirə bu mənada gələcək olan klublardandır. Çünki klubun akademiyasında həm əvəzedici, həm də 9 müxtəlif yaş qrupu üzrə komandaları var. Akademiyanın məqsədi təkcə kluba deyil, ümumilikdə Azərbaycan futboluna yeni adlar qazandırmaqdır. Gələcək üçün əlbəttə ki, bizim planımız daha irəli getməkdir. Peşəkar klubumuzu daha böyük nailiyyətləri əldə eləməkdir. Peşəkar klub səviyyəsinə çatdırmaqdır və bunun üçün əlbəttə ki, biz ilk növbədə akademiyadan, uşaq futbolundan fikirləşirik. Əlbəttə ki, biz bugünə kimi həm bizə dəstək olanları, sponsorları unutmarıq və onlara təşəkkür eləyirik, xüsusən mən. Çünki biz bu yolu bir yerdə gəlmişik, bizə inanıblar, bizə dəstək olublar. Qapıya zərbə və gol! Zirə klubunun son mövsümlər Premyer Liqada sərgilədiyi oyunlar klubda aparılan inkişaf siyasətinin nəticəsidir. 2021-2022-ci illər mövsümündə Zirə Azərbaycan Premyer Liqasında bürünc medalları qazanır. Elə həmin mövsüm Azərbaycan kubokunda finala qədər irəliləmiş Zirə, həlledici oyunda Qarabağ klubu ilə əzmkar mübarizə aparsa da, sonda penaltilər seriyasında yenilərək gümüş medallarla kifayətlənməli olur. İlk öncə mən Rəşad təbrik edirəm və onun ümumiyyətcə bu il gördüyü işlərə görə təşəkkür edirəm ona və həqiqətən bugün həm ən maraqlı oyunlarımızdan biri oldu. Niyə? Çünki çox çətinliklər çəkdik və sona kimi demək olar ki, bizim hər hücumumuzun qarşısını ala bilirdilər və çox yaxşı hazırlaşmışdılar. Və mən əvvəl də fikirlərini bildirmişdim ki, başqa komandalara qarşı mən bir gün, 2 gün hazırlaşıramsa, sırf Rəşadın komandasına qarşı daha çox hazırlaşıram. Qarabağa qarşı oyunlarda xüsusi bir hiss olur. İstəyirik qələbə qazanaq, istəyirik məğlub olmayaq. Amma özümüz də bilirik ki, bugün Qarabağ Avropa səviyyəsində bir klubdur. Klub üçün yubiley olan 10-cu 2023-2024-cü illər mövsümü də uğurlu keçir. Azərbaycan kubokunda gözəl oyunları ilə yadda qalan Zirənin finalda rəqibi 2 il əvvəlki kimi yenidən Qarabağ olur. Final maçı gərginliyi ilə yadda qalır. Tarix yenə təkrarlanır. Zirə gümüş medallara sahiblənir. Həmçinin klub öz tarixində 3-cü dəfə Azərbaycanı Avrokuboklarda təmsil etmə imkanı əldə edir. Ötürmə yaxın küncə, topu uzaqlaşdırırlar, qaydan top, Pierre Zebli, qapıya zərbə gol! Gol! 1-1, İsmail İbrahimli! Azarkeşlərin bəyəndiyi maraqlı oyunlardan biriləri idi. İnşallah ümid eləyək ki, nə vaxtsa çox istirdik keçən il titul qazanaq, kuboka sahib olaq. Artıq 2-ci dəfə idi ki, finaldaydık. Amma alınmadı və inşallah ümid edirəm ki, gələcəkdə bir gün Zirə komandası Azərbaycanda nə vaxtsa çempion və yaxud kubokun sahibi olacaq. Klubun Avrokuboklardakı ən uğurlu çıxışı da məhz 10 illik yubileyinə təsadüf etdi. Avropa Liqasında çıxışı gərgin keçsə də mübarizəni UEFA Konfrans Liqasında davam etdirdi. Burada klubu əvvəlcə Slovakiya, sonra isə Xorvatiya təmsilçisini mübarizədən kənarlaşdırmağı bacardı. UEFA Konfrans Liqasında Xorvatiyanın Osijek komandası ilə gərgin keçən cavab maçı yəqin ki, azarkeşlərin yaddaşından uzun müddət silinməyəcək. Hesabın bərabər olması, əlavə olunmuş vaxtda qol vurulmaması və kulminasiya, penalti seriyası. Komandanın qapıçısının göstərdiyi ustalıq nəticəsində Zirə meydandan başı ucu ayrıldı.
ən böyük nailiyyətimiz hesab edirəm ki, elə bu il olub. Çox əlamətdar bir haldır ki, məhz 10 ildə biz bunu qazandıq. Biz mövsümün sonunda 2-ci yeri tutduq Premier Liqada və Avroliqaya vəsiqə qazandıq. Orada birinci oyunu uduzduq, Konferans Liqasına keçdik və Konferans Liqasının düz play-offuna qədər biz irəlilədik və play-offdan öncəki oyunda penaltilər sonrası biz qalib gəldik və qapıçımız 4 seyf elədi və əlbəttə ki, o hisslər, belə deyək, o həyəcan bu günə kimi mənim qəlbimdədir və onu heç vaxt unutmayacağam. Klubla bağlı gələcək planlarımız addım-addım inkişaf eləməkdir, irəli getməkdir. Hər zaman rəhbərlə də görüşlərimizdə onlar da qarşıma hədəflər, məqsədlər qoyurlar ki, inkişaf etmək üçün nələr etməliyik, biz nələr edək, siz nələr edəsiz. Biz müəyyən addımlar atırıq, amma müəyyən şeylər var ki, qısa zaman ərzində olmur. İnşallah ümidimiz odur ki, gələcəkdə Zirəni Azərbaycan futbolunun önəmli bir klublarına çevirək. Biz mütəmadi olaraq ikinci, üçüncü yerləri tutaraq Avrokuboklara iştirak edək və əlbəttə ən böyük məqsədimiz Avrokubokların qrup mərhələsində iştirak etmək. Əminəm ki, son oyunlarda, yəni ilin axırına kimi biz bütün gücünüzü siz ortaya qoyacaqsınız və bizə lazım olan hesab və bizə layiq olan yerlərdə olacaq. Ona görə təşəkkür edirəm. Planlar aydın olanda və o planlar arzularla, istəklərlə üst-üstə düşəndə onları icra etməkdən zövqlü nə ola bilər ki? Zirvələrə layiq olan qartallara yaşıl meydanlarda qələbə və daha böyük yubileylər arzulamaq qalır.